Real Hərəkatı İdarə Heyətinin üzvü və icra katibi Natiq Cəfərli hərəkatın digər idarə heyətinin üzvü Erkin Qədirlinin vəzifədən azad olunması barədə Kanal 13-ə açıqlama verib. O bildirib ki, baxmayaraq ki, Erkin Qədirli vəzifəsindən uzaqlaşdırılıb, o bundan sonra da idarə heyətinin üzvü olaraq fəaliyyətini davam etdirəcək. Realın qurucularından biri olan Erkin Qədirlinin son dövrlərdə mətbuatda verdiyi bəzi açıqlamaların bizim hərəkatın yüzlərlə, minlərlə tərəfdarı tərəfindən bir mənalı qarşılanmaması məsələsi müzakirə olunmuşdu. Əsasən də avtoritarizmlə bağlı fikirləri çox ciddi mübahisəyə səbəb oldu idarə heyətində və idarə heyəti bir daha vurğuladı öz qərarında ki, real hərəkatı dəyərlərinə, prinsiplərinə sadiq qalan təşkilatdır və ona görə də bu qərarla Erkin Qədirlinin məclis sədrliyi vəzifəsindən azad olunması qərar verdik və amma bununla paralel olaraq Erkin Qədirli Realın idarə heyətinin üzvü olaraq fəaliyyətini davam etdirəcək və Realın bütün tədbirlərində bugünə qədər necə öndə olubsa, yenə də öndə olmaqda davam edəcək. Yeganə məhdudiyyət 3 aylıq müddətinə Erkin Qədirlinin Real hərəkatının fəaliyyəti ilə bağlı mətbuata açıqlama verilməsinə 3 aylıq məhdudiyyət qoyulub. Amma bu Erkin Qədirlinin həm hüquqşünas kimi, həm bir siyasətçi kimi ölkədə ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini mətbuatla bölüşməsinin heç bir əlaqəsi yoxdur. Yəni o bugünə qədər necə mətbuatla əlaqə saxlayıbsa elə də davam etdirəcək. Sadəcə bu məhdudiyyət 3 aylıq müddətinə məhz Realın fəaliyyəti ilə bağlı olan məsələlərə açıqlama verilməsi ilə əlaqədardır. Xatırladaq ki, Erkin Qədirli hərəkatın mayın 12-sində keçirilən iclasında vəzifəsindən azad edilmişdi.